Salam dəyərli həmkarlar, əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Ədəbiyyat dərslərimizə davam edirik. Nəsimi haqqında testlərə baxıb, həmin testlərin izahını deyəcəyik. Baxaq birinci test. Burada deyir ki, Nəsimi haqqında yanlış fikirdir. Yalnız lirik növdə yazıb, A bəndində. Bəli, bu doğru fikirdir. Çünki epik və dramatik növdə Nəsiminin əsərləri yoxdur. Yalnız nəzmlə yazıb, bu da doğrudur. Yalnız əruz vəznində yazıb, bu da doğru fikirdir. Düzdür, son bir aralar Nəsiminin heca vəznində yazdığı ortaya çıxmışdı, elə bir sözlər deyilmişdi. Amma sonradan onu nədənsə dərsliyə zada salmadılar və əruz vəznində yazan ilk şair kimi, heca vəznində yazan ilk şair kimi xətayın adı keçdiyinə görə biz bu fikri doğru hesab edə bilmərik. D'də deyir ki, yalnız hürufiliyi təbliğ edib, xeyr, yalnız hürufiliyi təbliğ etməyib, yəni məhəbbət mövzusunda Nəsiminin gözəl şeirləri, əsərləri var. Ona görə doğru cavab olacaq D bəndi. Y'də türk, fars və ərəb dilində yazıb, bu da doğru fikir olur. İkinci testə baxaq, burada deyir ki, Sığmazam qəzəli haqqında tərtib olunmuş cədvəldə uyğunluğun pozulduğu variant hansıdır? Uyğunluğun pozulduğu variant. Deməli, biz burada doğrudur və yanlışdır fikirləri verilib, uyğunluğun pozulduğunu deyirsə, doğruda yanlış, yanlışdan doğru olmalıdır ki, uyğunluq hardasa pozulur. Yəni, birində də olsa pozulmuş sayıla bilər. A variantına baxaq, doğru haqqında deyir ki, zərrə mənəm, günəş mənəm, çar ilə pənc şeş mənəm misralarında, ay testin yarısı o birisi səhifədədir. Baxaq, görək nə deyir burada. Cəhətlər 6 cəhət sağ, sol, irəli, geri, aşağı və yuxarı nəzərdə tutulur. Bəli, bu doğru fikirdir. Demək, A bəndində uyğunluq pozulmayıb. Elə buradan birbaşa biz B bəndinə keçə bilərik. Amma yenə yanlışa da baxaq. Yanlışda deyir ki, yanlışda deyir ki, müəllif varlığı və məkana sığmadığını yazarkən öz məkanını bəyan etmiş olur. Yanlış fikirdir, ona görə də bu A variantı cavabımız olmayacaq. B bəndinə baxaq. B-də deyir ki, müəllif özünün iki cahana sığdığını, tək bir cahanın isə ona sığmadığını dilə gətirir. Əlbəttə ki, bu yanlış fikirdir. Əksinə, iki cahanın onun özündə sığdığını, amma özünün tək bir cahana sığmadığını dilə gətirir. Özünün iki cahana sığdığını yox, iki cahanın özünə sığdığını. Demək, burada uyğunluq pozulub, yanlış fikirdir. Qəzəldə kimsə güman zənn etməklə haqqı tanıya bilməz fikri irəli sürülür. Bu doğru fikirdir, amma yanlışda yazıldığına görə burada da uyğunluq pozulub. Demək, cavabımız olacaq B bəndi. Digər variantlara baxaq. C-də deyir ki, şeirdə insanın Allahla, maddi və mənəvi aləmlə eyni olması fikri əks olunur. Bəli, bu doğru fikirdir. D-də vahidi beyt şəkli ikilikdir. Bu da doğrudur. Müəllifin hürufi görüşlərinin daha parlaq ifadə edildiyi əsərdir. Bu da doğru fikirdir. Yanlışlarda da yəqin ki, uyğunluq, yəni pozulmuyor. Düzgün cavabımız olur B bəndi. 3-ə baxaq. 3-də deyir ki, yanlış variantı seçin. Əsl həqiqəti bilən onun nə zənnə, nə də gümana sığmadığını bilir. Bəli, bu doğru fikirdir. Haqqı bilən bilir ki, mən zənni gümanə sığmazam misrasında bu fikir ifadə olunur. Qədir gecəsi ilə Bərat gecəsi ilə birlikdə olan odur. Bəli, Qədir mənəm, Bərat da mənəm, belə bir misra var şeirdə, yəni doğru fikirdir. C-də deyir ki, o elə gül mürəbbəsidir ki, kiçik ağızlara sığmaz. Bu da doğru fikirdir. Bəstə dəhanə sığmazam deyir. D-də deyir ki, o gündüzlər görünən günəşdir, gecələr görünən ay ola bilməz. Bax, bu yanlış fikirdir. Çünki şeirdə deyir ki, gündüz görünən günəş də mənəm, gecə görünən ay da mənəm. Yanlış fikir D, cavabımız olacaq D bəndi. Y-yə də baxaq, Allahın kün əmri ilə yaranan hər şey ondadır. Bəli, deyir ki, ərşlə fərşü kafinun məndə bulundu cümləçün. Kəs sözünü və həbsəm ol, şərhi bəyanə sığmazam. Demək, cavabımız 3-cü testdə olur D variantı. İndi 4-ə baxaq, görək 4-cü testdə nə deyir. Uyğunluğu uyğunlaşdırıb dəqiq variantı göstərin. Uyğunlaşdırıb dəqiq variantı göstərməliyik. 1
A, B, C, D, Y. Baxaq görək burada biz nələri uyğunlaşdırmalıyıq. Demək bunun üçün birinci burada yazılan 1, 2, 3, 4, 5, 6'ya baxaq. Burada şişəni daşa çalıb həqqi izhar eləyən lirik qəhrəman gerçək aşiqdir. Bu aiddir Nəsiminin Ağrımaz qəzəlinə. Canı sən candan nə kim gəlsə ağrımaz qəzəli. Deməli bu ağrımaz qəzəlidir. Şəkər bitkisi ilə gül mürəbbəsi olan lirik qəhrəman kiçik ağza sığmır. Bu elə sığmazam qəzəlinə aiddir. Məndə sığar iki cahan. Demək burada 5'də də deyir ki Nəsimi. 6'da da 4 ünsür, 5 lam isə 6 cəhətdə 10'dadır. Bu onun surətidir. Baxaq deməli burada biz necə uyğun? Burada 2 əsər adı, bir müəllif adı verilib və bir də əsərlərə aid fikirlər verilib. Demək müəllifin adı 1'ə yazılmalıdır, Nəsimi. Deməli 1 olur 5 Nəsimidir. Sonra baxırıq 2 şeirin adı verilib. Canı sən candan nə kim gəlsə, bir də məndə sığar iki cahan. A-ya, B-yə bu əsərlərdən birinin adı yazılmalıdır. Hər birinə birinin adı yazılmalıdır. Eləcə də A-ya aid yazılan əsərlərdə 2 variant ona aid olmalıdır. B-yə aid yazılan əsərlərdə də 2 variant ona aid olmalıdır. Biz burada baxırıq 1 oldu nə? Ağrımaz qəzəlinə aid oldu. Şəkər bitkisi ilə gül mürəbbəsi sığmazama aiddir. 4 ünsürdə sığmazama aiddir. Demək sığmazam qəzəlinə aid 2 fikir var. 2 fikir burada biz oxlarla görürük. 2 fikir buradadır. Demək A olmalıdır 4. Çünki sığmazam qəzəlinin adı çəkilməlidir. B də olmalıdır 2. Çünki canı sən candan nə kim gəlsə cigərlər ağrımaz qəzəlidir bu. C-dən D-yə sığmazam qəzəlinə aid olanları yazırıq. Yəni 3, C olacaq 3, D də olacaq 6, Y-yə də ancaq A-nı seçə bilərik. Çünki ağrımaz qəzəlinə aid yalnız birinci fikir buna aid. Və buradan artıq biz gördük. Cavabımız olacaq 1, 5'dirsə A 4, B 2. 1, 5, A 4, B 2. C 3, D 6, Y 1. Cavabımız olur elə bax burada A bəndi. Biraz çətin görünsə də o qədər də çətin test deyil. 5-ci testə baxaq. Burada diaqramı əsasən arxada gizlənən sözü müəyyən edin. 4 ünsür. Bu 4 ünsür nədir? Sığmazam qəzəlində ad çəkilir. Məkanı olmayan gövhər kimdir? O Sığmazam qəzəlinin lirik qəhrəmanıdır. 5 duyğu, bu da lirik qəhrəmana aiddir. 6 istiqamət, bəli, 5-6 mənəm dediyi 6, bu da buna aid. Demək olacaq Sığmazam qəzəlinin lirik qəhrəmanı. Görürsünüz, o qədər də çətin deyil. Cahana sığmayan lirik qəhrəman cavabımız olacaq C bəndi. 6'ya baxaq, yalnız biri doğru sayıla bilər. Yalnız biri doğru sayıla bilər. Nəsimi də Füzuli kimi yalnız lirik növdə. Bu demək doğru sayıla bilməz. Çünki Füzuli epik növdə də yazıb, yalnız lirik növdə yazmayıb. Xətai kimi sufizmə meyl etmiş, əsərlərində insana yüksək dəyər vermişdir. Bəli, bu doğru ola bilər. Çünki həqiqətən Nəsimi də Xətai kimi sufizmə meyl edib, əsərlərində insana yüksək dəyər verib. Cavabımız olar B bəndi. Amma digərlərinə baxaq. Nizami kimi divan bağlamış, bu da yanlış fikirdir. Çünki Nizaminin divan bağlaması haqqında fikirlər var. Amma bizim zamanəmizə Nizaminin divanları gəlib çatmayıb. Xaqani kimi məsnəvi şəklində cəmi bir poema yazmışdır. Xeyr, bu da yanlışdır. Çünki Nəsiminin poeması yoxdur. Vaqif kimi qoşmalarında real eşqi tərənnüm etmişdir. Xeyr, bu da yanlışdır. Çünki Nəsimidən qoşma yoxdur. Qoşma janrında bayaq bu barədə dedik, yəni yox deyə bilərik. Ona görə 6'da da cavabımız olacaq B bəndi. Davam eləyək 7-ci testdən. 7-də deyir ki, müqayisə cədvəlindəki uyğunluğu müəyyən eləyin. Müqayisə cədvəlindəki uyğunluq. 1-də ərşlə fərşü kafinin məndə bulunduğu cümlə üçün kəs sözünü və əbsəm ol, şərh-i bəyanə sığmazam. 1, burada 1 budur. Demək bu beytə aid, buradakı mövzu xüsusiyyətlərinə aid uyğunluq bizdə deyirsə, demək doğrunu və yanlışı müəyyənləşdirməliyik. 2-də canı sən candan nə kim gəlsə cigərlər ağrımaz, həq bilir bir zərrə neşlərdən damarlar ağrımaz.
Bu da 2-dir. İkinci Ağrımaz qəzəlinin burada amma məzmun yox. Forma xüsusiyyətlərinə aid doğrunu və yanlışı müəyyənləşdirməliyik. Baxaq indi doğru varianta, Sığmazam qəzəlindən verilmiş beytin doğru variantına. Aid olduğu əsərin orta beytlərindən biridir. Amma bu doğru fikirdə olmağını, amma bu məzmun xüsusiyyəti deyil. Mövzu forma xüsusiyyətidir. Yəni beytlərdən danışsa forma xüsusiyyətidir. Demək bir doğru deyil, bir getdi. 2-yə baxaq, yanlışa aid. Deyir ki, sözünü kəs və lal ol. Mənim şərh olunmam mümkün deyil. Doğru fikirdir. Burada bunu deyir. Amma yanlış yerə yazıldığına görə bu da uyğun deyil. Demək 1-dən 2-ni çıxırıq. Burada da cavablarda çıxsaq, 1-dən 2-ni çıxsaq, qalır A və D variantları arasında. Forma xüsusiyyətlərinə aid Ağrımaz qəzəlinin buna baxaq. Aid olduğu əsərin ilk beyt olduğunu əminliklə demək olar. Bəli, bu doğru fikirdir. Forma xüsusiyyətidir, həm forma xüsusiyyətidir, həm də ilkdir. Çünki ağrımaz, yəni qəzəl AA şəklində qafiyələndiyi üçün, düzdür, ağrımaz sözləri rədifdir, amma cigərlər, damarlar sözü qafiyə hesab olunur. Demək, bu doğru fikirdir. Forma xüsusiyyətinə aid doğru fikirdir. Ona görə cavabımızın biri 3 olacaq. 4-də deyir ki, ikinci misrada inversiya və təzad işlənmişdir. Həq bilir, bir zərrə nəşlərdən damarlar ağrımaz. Burada yanlış fikirdir, çünki inversiya yoxdur, heç təzad da yoxdur. Ona görə yanlış da və yanlış yazıldığına görə biz bunu da doğru fikir götürürük. Və ortaq xüsusiyyətlərə baxaq. Nümunələr eyni müəllifə aid olsa da, aid olduğu əsərlər müxtəlifdir. Bəli, bunu da götürə bilərik, götürməliyik. Ona görə də ikisi də eyni müəllifə aiddir və əsərlər də müxtəlif. Biri Ağrımaz, bir də Sığmazam qəzəlindəndir. Ona görə cavabımız elə olur, artıq A bəndi 3, 4, 5, amma 6-ya da baxaq, deyir ki, hər iki nümunə eyni janra aiddir. Bəli, şeir vahidləri, şeir şəkilləri müxtəlifdir. Bax, bu hissəsi yanlışdır. Eyni janrda, yəni ikisi də qəzəl də olmağına, amma şeir vahidləri hər ikisində beytdir və hər ikisində şeir şəkli ikilikdir. Yanlışdır. Ona görə düzgün cavabımız olacaq. A bəndi 3, 4, 5. Növbəti testimizə baxaq. 8-ə baxırıq. Ağrımaz şeir haqqında yanlış fikri göstərin. A-da deyir ki, vahidi beyt, şəkli ikilik, janrı qəzəldir. Bəli, bu doğrudur. Qəzəl janrında yazılır, vahidi beyt, şəkli də ikilikdir. B-də deyir ki, Nəsiminin son şeiri hesab olunur. Bəli, bu da doğru fikirdir. Çünki dərsi soyularkən deyilən şeir hesab olunur. C-də lirik qəhrəmanın fikrincə damarlar bir zərrə neşlərdən ağrımaz. Bəli, elə şeirin əvvəlində deyir ki, bir zərrə neşlərdən damarlar ağrımaz. D variantında deyir ki, müəllif özünün nahaq soyulduğunu dilə gətirir. Bəli, bu da doğru fikirdir ki, soydular nahaq məni. Y-də deyir ki, beytlərin birində haqqı izhar etmədiyi üçün peşman olduğunu bildirir. Xeyr, şişəmi üçün daşa çaldım, haqqı izhar eylədim deyir, etmədim demir. Haqqı izhar edib. Ona görə də cavabımız olacaq Y bəndi. 9-a baxaq. Beytlərin məzmununu yada salaraq sxemdəki yanlışı tapın. Beləliklə, lirik qəhrəman məkansız gövhərdir Sığmazam qəzəlindən. Bəli. B-də deyir ki, ayəti kövnü məkandır. Kövnü məkandır ayətim. Bəli, belə bir söz. Gövhər ila məkan mənəm A-da deyir. Kövnü məkandır ayətim B-də deyir. Bu da doğrudur. C-də deyir ki, gənci nihandır. Bəli, gənci nihan mənəm, mənuş deyir. D-də deyir ki, çar, pənc və şeşdir. Bəli, çar ilə pənc, şeş mənəm. Bunu da deyir. Y-də nişanı yoxdur. Xeyr, sən bu nişanla bil məni, çünki nişana sığmazam deyir. Demək, cavabımız olacaq Y bəndi. Və davam eləyək. Hə, 10-cu testə baxaq. Onda nə deyir? Ağrımaz qəzəli ilə bağlı fikirlərdən yalnız biri doğrudur. Ağrımaz qəzəli ilə bağlı fikirlərdən yalnız biri doğrudur. Lirik qəhrəman cismi başdan ayağa qədər soyulsa da ağrımaz. Cismi başdan ayağa qədər soyulsa da ağrımaz. Nahaq yerə
Zahidin fitvasından soyulduğunu güman edir. Bəli. Fikrincə kimsə meydan qədrini bilməz. Yox, bu yanlış fikirdir. Çünki deyir ki, bilir meydan qədrini. Güman edir ki, Zahid bir barmağına görə haqdan qaçar. Bu da doğru fikirdir. Düşünür ki, gerçək aşıq olduğu üçün sərpa soysa da ağrımaz. Bu da doğru fikirdir. Demək, burada testimizdə yanlışlıq var. Çünki onda bu doğrudur. Yox, əslində yanlışdır, olmalıdır. Üzrü sayın buna görə yanlışdır, olmalıdır. Lirik qəhrəman cismi başdan ayağa qədər soysa da ağrımaz, doğrudur. Nahaq yerə Zahidin fitvasından soyduğunu güman edir. Bəldir ki, Zahidin fitvasından soydular nahaq məni. Güman edir ki, Zahid bir barmağına görə haqdan qaçır. Bəli, Zahidin bir barmağını kəssən dönər haqdan qaçar. Düşünür ki, gerçək aşıq olduğu üçün sərpa soysa da ağrımaz. Bəli, gör bu gerçək aşığı sərpa soyarlar, ağrımaz. C yanlış fikirdir. Ona görə burada yanlışdır və cavab C olmalıdır. 11'e baxaq. Sığmazam əsəri haqqında yanlış fikri göstərin. Demək 11-ci testdə deyir ki, sığmazam əsəri haqqında yanlış fikri göstərin. Yanlış fikir deyir. A'da deyir ki, ədəbi növü lirik, bəli doğrudur. Şeir şəkli beyt, şeir vahidi ikilikdir. Elə bu yanlışdır. Çünki burada şəkillə vahid sözlərin yeri dəyişir. Vahidi beytdir, şəkli ikilikdir. Ona görə düzgün cavab A olacaq, amma o bilər də baxaq. Vəzni əruz, bəhri, rəcəz janrı qəzəldir. Bəli, bu doğru fikirdir. Əruz vəzninin rəcəz bəhrində qəzəl janrındadır. Mövzusu hürufilik, qafiyə sistemi AA, BA, və s. kimdir? Bəli, bu da doğrudur. Lirik qəhrəman qətiyyətli, fikirlərinin doğruluğuna inanan və hökümlüdür. Bəli, doğru fikirdir. Əsərdə obrazlığı, bədiliyi təmin edən vasitələr alterasiya, təşbih, təzad, təkrir və s. kimi bədii təsvir və ifadə vasitələrinin işlənməsidir. Bu da doğru fikirdir. Demək, yanlış cavabımız olur A bəndi, ədəbi növü lirik, şeir şəkli, ikilik, şeir vahidi, beyt olmalıydı. 12'də nədir? Sığmazam şeirinin forma xüsusiyyətlərinə aid yanlış fikri göstərin. Demək, forma xüsusiyyətlərinə aid yanlış fikri göstərməliyik. A'da deyir ki, lirik qəhrəman iddia edir ki, o zərrə, günəş və aydır. 4, 5, 6 da odur. Bəli, deyir zərrə mənəm, günəş mənəm, çar ilə 5, 6 mənəm. Zərrə mənəm, günəş mənəm, çar 4, 5, çar ilə 5, 5, 6 da 6'dır, mənəm deyir. Beytdə adı çəkilən 4 tərəf, 5 duyğu, 6 isə müqəddəs ünsürdür. Xeyr, bu yanlışdır. Yerləri dəyişib verilib burada. Çünki tərəf 6'dır, 6 tərəfdir. 4 ünsürdür. Müqəddəs atəş, xaç, bad, torpaq, od, su, hava. Bunlar 4 ünsür olmalıdır. 6 isə tərəf olmalıdır. Ona görə düzgün cavabımız olur B bəndi. C'dədir ki, şeirin qafiyə sistemi qəzəllə eynilik təşkil edir. Bütün beytlərdə daxili qafiyədən istifadə edilmişdir. Xeyr, bu yanlış fikirdir. Çünki nə oldu? Demək, C variantında şeirin qafiyə sistemi qəzəllə eynilik təşkil edir. Qəzəl də elə özü bunu demək doğru fikir deyil. Bütün beytlərdə daxili qafiyədən istifadə edilmişdir. Bu da yanlış fikirdir. Çünki bütün beytlərdə daxili qafiyə yoxdur. Bu testdə demək problem var. Problemli yanlış testi. B də C də doğru variant. Son beytdə müəllif adı çəkilsə də ona müraciət yoxdur. Lirik qəhrəman qiymətli bu doğru fikirdir. Çünki gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm deyir. Y-də lirik qəhrəman qiymətli gövhərlərin çıxarıldığı mədən olsa da həmin mədənə sığmadığını qətiyyətlə bildirir. Bu da doğru fikirdir. Demək, 12-ci testdə B və C 2 dənə bizim yanlış cavabımız var. Bunu YouTube kanalına yerləşdirəcəm, amma ancaq müəllimlər üçün. Müəllimlər, yəni qrupda olanlar üçün. Yəni ümumi verə bilməyəcəm, çünki artıq 2 testimizdə problem var. Öz testlərimdə üzrü sayın. 13-cü testə baxaq. Burada deyir ki, həm beytləri, həm də beytlərin ardıcıllığını bərpa edir. 1, 2, 3, yəni 3 dənə beyt var burada. Zat iləyəm, sifat ilə,
Qədr eləyəm bərat ilə. Bu 1 ilə uyğun gələn görək hansıdır? Gülşəkərəm nəbat ilə 4. 1-dən 4-dür. Bəstə dəhanə sığmazam. Haqqı bilən bilir ki, mən zənn gümanə sığmazam. 5 ilə demək kimsə güman zənn ilə olmadı haqqı ilə biliş. Haqqı bilən bilir ki, mən zənn gümanə sığmazam. Demək 5-dən 2. Sonra ruh rəvan bağışlaram, ruh rəvanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, ruh rəvan bağışlaram, ruh rəvanə sığmazam. 6 ilə daha 3 olur. Demək cavabımız olacaq 5-dən 2. Amma beytlərin yerində müəyyənləşdirməliyik ki, birinci hansı beyt? Birinci demək 5-dən 2 olandır. Yəni kimsə güman zənn ilə olmadı haqqı ilə biliş. Haqqı bilən bilir ki, mən zənn gümanə sığmazam. Deməli 1-ə gedir 5 və 2. İkinci beyt zat iləyim, sifat ilə, gülşəkərim nəbat ilə, zat iləyim, qədr iləyim, bərat ilə, gülşəkərim. Yəni 1-dən 4 2-yə gedir və üçüncü də olacaq 6 ilə 3. Demək cavabımız olacaq 1, 5, 2, 2, 1, 4, 3, 6, 3. Cavabımız olur D bəndi. 14. Ağrımaz qəzəlinə dair yanlış variantı göstərin. Adadır ki, əsər müəllifin təriqət şeirlərindəndir. Bəli. Əsərin lirik qəhrəmanı cəsarətli, yenilməz, qətiyyətlidir. Bəli. Lirik qəhrəman inanır ki, tutduğu yol doğru və ədalətlidir. Bəli. Əsər lirik qəhrəmanın monoloqu təsiri bağışlayır fikri yanlışdır. Xeyr, doğru fikirdir bu. Ona görə düzgün cavabımız elə olacaq D bəndi. Y-dir ki, əsərin 1417-ci ildə yazıldığı güman olunur. Bəli, bu da doğru fikirdir. Çünki 1417-ci ildə Nəsimi asılıb və bu da həmin vaxtı asılıb yox, dərisi soyulub. Bu da həmin vaxt yazıldığı güman olunur. Ona görə düzgün cavab olur D. 15. Nəsiminin Ağrımaz əsəri üçün doğru olan hansı fikir sığmazam qəzəli üçün yanlış fikirdir. Demək, Ağrımazdan ötürü doğrudur fikir, amma sığmazam üçün yanlış fikir olmalıdır. Buna baxaq. Lirik növdə beytlər şəklində qəzəl janrında yazılıb. Bu ikisi üçün də doğru fikirdir. Ona görə bu cavab ola bilməz. Əruz vəznin rəcəz bu da doğru ola bilməz. Çünki ağrımaz üçün doğru deyil. Bu sığmazam üçün doğru fikirdir. Bir neçə beytində xitabdan istifadə edilmiş əsər rəməl bəhrində yazılmışdır. Bax, budur. Bir neçə bəhrində şaha deyib müraciət eləyir. Sonda soyun ey murdar sallaqlar deyib müraciət var bir neçə beytdə. Ağrımaza aid doğru fikirdir. Rəməl bəhrində sığmazama aidsə yanlış fikirdir. Çünki sığmazam rəməl yox, rəcəz bəhrində yazılıb. Ona görə düzgün cavabımız olacaq C bəndi. A, B-a, C-a, D-a kimi ikisinə də aiddir. Yəni bu da düzgün cavab ola bilməz. Əsərin məktəb beytində müəllif özünə müraciət etmişdir. Xeyr, bu ikisi üçün də yanlış fikirdir. Ona görə düzgün cavabımız olacaq elə C bəndi. 16-ya baxaq. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyana sığmazam beyti ilə bağlı yanlışı göstərim. Müəllifin hərflərin arasında olan mənası verən təriqət şeirlərindən birindəndir. Doğrudur. Biz yanlış axtarıq. Lirik qəhrəman insanı həm günəş, həm də onun zərrəsi hesab eləyir. Bəli, bu da doğrudur. Günəş də mənəmdir, zərrə mənəm, günəş mənəm. Belə bir istifadə olunur. Burada çar ilə pəncü şeş dedikdə çar 4, pəncü 5, şeş 6 rəqəmlər nəzərdə tutulur. Bəli, bu da doğru fikirdir. Beytdə təkrir, inversiya, mübaliğə bəli işlənib, təzad da işlənib. Bu da doğru fikirdir. Zərrə mənəm sözləri təkrirdir. İnversiya da var. Zərrə mənəm, çar ilə pəncü şeş mən surəti gör bəyanı ilə. Surəti gör bəyanı ilə burada inversiya var. Sonra mübaliğə də işlənib. Bəli, bunlar hamısı mənəm deyirsə və təzad da işlənib. Çünki bəyana sığmazam. Bunların hamısı mənəm deyir, amma bəyana sığmazam deyir. Bu da doğru fikirdir. Birinci misrada 4 dedikdə tərəflər, xeyr, 5 dedikdə duyğu, 6 dedikdə ünsürlər. Elə bayaq testlərə bu var idi. Ona görə düzgün cavabımız burada olacaq Y bəndi. Və baxaq 17-ci testə.
Klasteri tamamlayan fikirləri seçin. Klasteri də Nəsimi hürufiliyi təbliğ edir. Bəli, doğru fikirdir. Ona görə biz də buradan ancaq doğruları axtarmalıyıq. Bütün əsərləri hürufiliyin təbliğinə xeyr, bu yanlışdır. Yalnız lirik növdə yazmışdır. Bu doğrudur. Demək cavabımızın biri olacaq 2. Epik əsərləri, xeyr, epik əsər yoxdur. Ona görə 3 yanlış fikirdir. Elə buradan birlərlə 3 olan variantı çıxsaq, demək 2 dənə variantımız 2, 4, 5, 2, 4, 6 qalır. Epik hürufilikdən əvvəl sufizmə meyl etmişdir. Bəli, bu doğru fikirdir. Hürufilik təriqətini yayan, təbliğ edən şair olmuşdur. Bəli, bu da doğru fikirdir. Biz də doğrular axtardıq. Həyatının son anlarını səhv etdiyini xeyr anlamayıb. Bu da yanlış fikirdir. Ona görə cavabımız olur 2, 3, 4, 2, 4, 5 və A variantı. Demək 17-ci testdə cavab olacaq A. Və indi ardına baxaq. Yəni 18-ci testə baxaq, görə 18-də cavabımız nədir? Nəsim haqqında yanlış fikir. Həyatı boyu hürufiliyin mövqeyini dəstəkləmişdir. Doğru fikirdir. Yaradıcılığında həm təriqət, həm də dünyəvi şeirlər daxildir. Bəli. İctimai fəlsəfi lirikanın yaradıcılarındandır. Bəli, bu da doğru fikirdir. Aşağıdakı janrlarda yazmışdır. Qəzəl, qəsidə, rübai, qoşma gəraylı yoxdur. Ona görə cavabımız olacaq D bənd. Bəzi qəzəlləri kiçik qəsdə təsiri bağışlayır. Bəli, bu da doğru fikirdir. Çünki bilirik ki, Nəsiminin hürufilik mövzusunda yazdığı qəzəlləri həcminə görə böyük olduğuna görə biz onlara kiçik qəsidə təsiri bağışlayır deyirlər. Və baxaq 19-cu testdə Nəsimi yaradıcılığından məhəbbət mövzulu şeirləri seçin. Məhəbbət mövzulu şeirləri. Sığmazam hürufilikdir. Bu heç. Etməgil, bəli, bu var. Məhəbbət mövzusundadır. Neylərəm, bəli, Dilbərə mən səndən ayrı, ömrü can neylərəm. Yanaram, bu da var. Şamı səhər yanaram. Ağrımaz hürufilikdir. Sözdə mənəm mən, bunlar da deyil. Demək 2, 3, 4 cavabımız olacaq D bəndi. Və 20-yə baxaq. 20-də nə deyir? 20-də də deyir ki, deməli, Nəsimi qəzəllərini mövzularına görə qruplaşdırın. Təriqət şeirləri, bir də məhəbbət şeirləri. Təriqət şeirlərinə demək, birinci təriqət şeirləri, ikinci də məhəbbət şeirləri. Düşdü yenə dəli könül gözlərinin xəyalinə, bu bir, burada 2 yaza məhəbbətə aiddir. A. Sonra daim ənəl-həq söylərəm, bu əlbəttə ki, elə ənəl-həq söylərəm sözündən məlumdur ki, bu təriqət şeiridir. Mərhaba insan-ı kamil, canımın cananısan. Bu da məhəbbət şeiridir. Əcəba bu huri üzlü məhi nədir, bədir ya pərimi şeiri. Bu da demək D bəndi aiddir buna. Birinciyə aiddir yəni. Demək burada cavabımız olacaq 1 B, D, 2 A, C, yəni Y bəndi. Davam eləyək. Test 40-da nədir? 20-sini dedik burada. 20-sinin növbəti videozatda deyərik çoxdur çünki. Ona görə hələlik sağ olun. Hər birinizə uğur arzulayıram.